Ayıp deyil. Bu fikirlə razılaşırsınız. Ayıp deyil. Dəhşətdir, dəhşət. Biabırçılıqdır, ayıp deyil. Nətər olur? Bu sinifdə dərs deyir. Sonra həmin uşaqları aparır ayrı bir yerdə kurs adı ilə onlara həmin dərsi deyir. Ay, may gülü. O dərsi burada dedi. Əgər sən düz adamsansa, dövlətdən maaş alırsansa. Ona görə nazirin dediyinə 100% razı. Biabırçılıq. Son illər əsasən tənqid hədəflərindən biri də məktəb direktorlarıdır. Onların müxtəlif videoları, səs yazıları yayılır müxtəlif sosial şəbəkələrdə. Sizcə bu doğru direktor seçiminin olmamasından mı irəli gəlir? Çünki bir vaxtlar məktəb direktorlarının icra hakimiyyətləri tərəfindən təyin olunurdu. İndidən yenidən o prosesə qayıtmaq mümkündürmü? O düzdür. Mənim vaxtımda da icra hakimiyyətindən burunlarını soxurdular. Rayonun başçısıdır, bu məktəb direktorundan xoşu gəlmir, onu çıxardır, birini qoyur. Ya qovumunu yatarsın. Mən onu ləğv elətirdim. Ki, icra hakimiyyəti təhsil işinə qarışmamalıdır. Orada təhsil şöbəsi var. Təhsil şöbəsi də təhsil nazirliyi ilə işləməlidir. Əgər məktəb direktoru qoymaq lazımdırsa, məsləhətləşirlər, iki tərəf bunlar qoyurlar. İcra başçı kimdir, gətirib məktəbə direktoru qoyur. Çünki belə hallar olmuşdu. Mən onu o vaxt ləğv elətdirdim. Sonradan o prinsip deyəsən bir-iki dəfə dəyişildi. Mən 30-40 ildə ayrılmışam deyib, orada nə hadisələr baş verir bilmirəm. O ki, qaldı məktəb direktoru məsələsinə, bilirsiniz xanım. Burada məsələ biraz ciddidir. Məktəb direktorları kişi olsa yaxşıdır. Amma bir maraq üçün araşdırır. Deyək ki, 10.000 məktəb var. 10.000 məktəb direktoru neçə faizi kişidir, neçə faizi var. Görəz ki, 90% qaldı. Bu ziyanlıdır. Niyə? Bir vaxtlar 90-cı illər idi. Mənə gəlib dedilər, mən parlamentdə elm təhsil komissiyasının sədri idim. Mənə gəlib dedilər, Firdun bəy, Bakıda kişi müəllim qalmır məktəbdə, hamısı çıxıb gedir. Və o gələndə ürəyi yana-yana, o da mütəxəssisdir. O deyir ki, kişilər gedirsə, məktəbi qadın müəllimlərin ixtiyarına buraxmaq, o şagirdlərin evini yıxmaq deməkdir. Çünki psixologiya, sosiologiya elmi sübut edir ki, orta məktəb şagirdinin formalaşmasında kişi müəllimlərin böyük rolu var. Bu, mən o sahanın mütəxəssisi deyiləm, o sahanın mütəxəssislərinin gəldiyi nəticədir. Yəni, bir məktəbdə 10 qadın müəllimi varsa, ən azı 15 də kişi olmalıdır. Yoxsa hər məktəbdə hamısı qadın müəllimədirsə, o məktəbdən yaxşı şey gözləmək. Bu, o demək deyil ki, qadınlar pis dərs deyil, pis müəllim deyil. Bunun bir psixoloji, sosioloji tərəfi var o baxımdan. Bu məlumatı mənə verəndə getdim Yaqub Məmmədovun, o vaxt prezidenti var, mən edirdi. O da müəllimdir, mən də müəlliməm. Bu dərdi tez ikimiz də başa düşdük ki, bu ağır şeydir. Dedi, Firdun bəy, nə təklif edirsən? Dedim, Yaqub, sən də müəllimsən. Əgər biz bunu başına bıraxsaq, 3-4 ildən sonra orta məktəb sistemini düzəltmək mümkün olmayacaq. Qabağını almaq lazımdır, nətər? Dedim, gəl 5 dəfə maaşlarını artıraq müəllimlərin. Dedi, valla mən biraz ona ümidim yoxdur, qoy çağırın maliyyə nazirinə. Zəng elədi, bir 10-15 dəqiqədən sonra da gəldi. Dedi ki, Firdun bəy təklif edir, müəllimlərin maaşını 5 dəfə qaldıraq. Mən baxdım bu nazirin
gözləri belə doluqsundu, dodağı. İndi çəkilir də, nazir də olsa, prezident əvəz eləyəndən çəkilir, məndən çəkilir ki, o komissiya sədridir, millət vəkilidir falan. Gördüm belə bir təhər oldu, dedim nədir? Dili topuq vura dedirdim və bütçədə pul yoxdur, mən nətər artırıb verdim. Dedim, mənim üçün bilmirəm, mənim üçün fərqi yoxdur. Nə təhər olur olsun, o bizlərin maaşlarını azad, məmurlar azad, neyirsən elə, müəllimlərin maaşı qalxmalıdır. Yaqub mənim də dedi, mən də dedim, bu da insaflı adam idi. Oturduq, üç dəfə razılaşdıq. Yaqub müəllimə dedim, qeyd elə. Fərman verəsən, yazdı, 3 dəfə. Dedim, hələ hamısıdır. Yaz ora, müəllimləri bütün kommunal xərclərdən azad edirik. İşıqdır, qazdır, sudur, yoxdur. Yazdı. Mən o vaxt təhsil qanunu hazırlayırdım, qanuna bunu salmışdım. Ki, müəllimlərin maaşı bütün məmurların maaşından yüksək olmalıdır. Qanuna salmışdım. Və onu da sonra o dövrdə ilk özəlləşdirmə gedirdi. Onda bir bənd kimi yaz ki, ilk özəlləşdirmə müəllimlərin aiddir. Hökumət evində qalır, o evi özəlləşdirir. Bunu müəllimlər, gör müəllimlərə nə qədər güzəşdirir. Yaqub müəllim o fərmanı çıxandan sonra o Bakıda kişi müəllimlər gedib bazarda işləyirdi, nə bilim, inşaatda işləyirdi, alqır eləyirdi. Əksəriyyəti qayıtdı. Qayıtdı. Biz qoymadıq orta məktəb dağılsın. Nə çətinliklə, nə büdcədə pul yox idi. Məsəl üçün, mən nazirliyə qoyanda $400 büdcəsində pul var idi. Mən o $400 xarici zadana tərk edərdim. Amerika çağırıblar, gəlmişəm nazirliyə, baş nazir Mavrin yanına dostumdur. Yılıb belədir, gedən birəm. Çıxardıb borç verir ki, nə vaxt olar verəsin. Bu, ondan bundan borc alalı ki, o dövrdə biz təhsili o cür qoruyub saxlaya bildik. Amma indi maşallah, pul xəttəkdə təhsillə investisiya qoymaq əvəzinə aparıb belə giz-gizi evlərə qoyurlar ki, kimə lazımdır. Bu mənada yenə direktor məsələsinə qayıdıram. Məktəb direktorini mən o vaxt qanunda yazmışdım. Təkcə məktəb direktoru yox, universitet direktorlarıdır. Onları kənardan təyin eləmək olmaz, qadağandır. Məktəb direktorunu kim seçir? Məktəb müəllimləri və aktiv valideynlər kimi varlar. Toplantı keçirdirlər, onlardan birini direktor seçirlər. Seçki ilə. Və o seçilən direktor bunlardan asılıdıqları qabağında hesabat verməlidir. Amma yuxarıdan təyin olunan heç bunları sayılır. Eyni şey universitetlərdir. Qanuna saldım ki, universitet rektorlarını kollektiv seçməlidir. Hətta 3 yerdə mən bunu təcrübədən keçirdim. Asidə getdim, iclas keçirdim. Kollektiv Çingiz idi desən, onun adını verdilər, təsdiq elədim o direktor. Gəncədə getdim, 2 universitetin rektorunu dəyişdim. Toplandılar zala, tələbə mərdədə. Dedim ki, verin namzədinizi, verin rektor təmin. Məsəl üçün, pedagojinin üstəki namzəd verdilər. Dedim, tamam. Çağırdım ikisini, dedim, arazda razılaşın, bilin. Madam ki, sizə kollektiv etibar edirik ki, zaten birinci prorektor olun, birinci rektor. Amma razılaşın. Əmri nətər verim, sənə rektor qoyub, yoxsa yəni, biri o saat qayıt, yox, mən prorektor, o rektor olsun. Belə, kadrı belə qoyarlar. Məktəb direktorunda seçki ilə eləmək lazımdır. Onda bu problemlər olmayacaq.
Bilirsiniz, ben biraz karakterisi demokratik adamım. O yaşta şagirdler, uşaqlar, gənclər nə qədər sərbəst olsalar, o qədər yaxşıdır. Sıxma boğmayla, nəzarət altında saxlamaq düzdür. Uşaq uşaqlığını yaşamalıdır. Bizə ömrü, Allah bir dənə ömür verir də. Doğuluruq, sonra da köçüb gedirik. Bu yaşadığımız dövrdə bizi yaradan deyir ki, qardaş, bu uşaqlıq dövrü uşaqlıq kimi yaşa, gənclik dövrü gənclik kimi, ərsəyə yetişdiyin dövrü elə, evləndin, çox gözəl, ailən oldu, ona bax, qocaldın özü, axsaqqal kimi, abıçə kimi. Yəni, bu yaşam tərzidir. Buna müdaxilə eləmək olmaz. Uşaqları sərbəst buraxılmaz. Uşaq uşaqlığını yaşamalıdır. Mənim o vaxt imkanım olmadı. 2 dəfə Finlandiyaya getmək istədim. Birində büdcədə pul olmalıdır, o birisində də hakimiyyət dəyişikliyi dövrünə düşdüm, gedəmədim. Məqsədim mənim gedib Finlandiyada məktəb sistemini öyrənib gətirib burada tətbiq eləmək. Finlandiyada uşaqlar məktəbə gülə-gülə, oynaya-oynaya gedirlər. Səhər durandan sonra yeməklərini yedirlər, darıxırlar ki, tez gedək məktəbə. Məktəb çəkilir bunlar. Bizdə uşaqlar məktəbə zorla gelir ki, burada əziyyət görür, əziyyət çəkir. Belə otur, səsi çıxartma, nə bilim, filan paltarı geymə, düz dur. Belə olmaz. Mən o balaca nəvəm bu şeylərə baxmır. Müəllimləri şikayət edir anasına ki, birinci sinifdə deyib, dərsim şirin yerdə birində baxsa, əlində qoydu, qulağın dibinə başladı oxumaq. Hamısı uşaqlar baxır buna, deyir, müəllimlər tanıyırlar, deyir, oynan söz olmasın. Dərsin şirin vaxtı deyib, durur bir daha, gəzir, getdi, oynandı, oturdu, durdu, gəldi. Adam özünü sərbəst aparır. Onu qınamaq olmaz. Əksinə eləmək lazım ki, sinifdə bütün uşaqlar sərbəst olsun. Sıxılmasınlar. Ora həvəslə getsinlər. Öyrəndiyi dərsi maraqla öyrənsinlər də. Zor gücünə yox ki, mən bunu əzbərləməliyəm, sabah gedib cavab verməliyəm. 2 alsam dədəmi çağıracaqlar, danlayacaqlar. O qorxuyla, o öyrəndiyinin heç bir əhəmiyyəti yoxdur. 5 gündən sonra yaddan çıxıb gəlir. Amma sevə-sevə onu oxuyanda, özü axtarıb kitab oxuyanda, bədii ədəbiyyatlar özü seçib oxuyanda, girir onların içinə, bunun beyni inkişaf edir, dünya görüşü artır. Bu mənada mən onun tərəfdarıyam ki, uşaqlara sərbəstlik verilməli. İndi bu buraxılış imtahanında belədir ki, bir dəfə olur. Arası imkan yarat bu. Yallı gedir, yallı oynasın. Bulvarda gedib gəzmək istəyir, geçsin oraya. Qrupayla gedib bir yerdə, Ruslar demişkən, piknik eləmək istəyir, geçsin orada, kebab pişirir, geçsinlər. Bunların həyatında bir dönəmdə qoy, imkan verir, qoy özləri həll eləsinlər. Azadlıq vermək lazımdır gənclərə. Sən ona azadlıq verəsən, o sənə hörmət edəcək. Sən onu sıxışdırarsan, onun könlündə bir inciklik qalır. İnsanın içində də nə qədər inciklik qalırsa, küsülü momentlər qalırsa, onda sonra bir paxıllıq, adam satmaq, zad yaranır. Mən başıma gələm. Mənim ən yaxın dostlarım, gündə evimdə olan adamlar, mən bunların evində olan adamlar, oğulların, uşaqları mənim qucağımda böyüyüb, mənim uşaqlarım onlardır. Müəyyən dairələrə mənim haqqında məlumat yazır. Ki, bunun kitablarını çap eləməyin, bu panterki sistemasında başında olacaq. Biləndə ki, bunların imzası ilə gedib bu məktub, mən dəhşətə gəldim. Və onları qınamadım. Niyə? Çünki onlar o tərbiyə ilə gəlirlər. Əgər birinin dədəsi KGB agent olubsa, mütləq sonraki KGB
bundan istifadə edir. Bitmədi. Niyə? Çünki o gözü hatta artıq nə deyirlər ona yəni atasının günahlarını bildiği için bu mecburdu ki o açılmasın diye ne deyirlər onu deməsin. Ve şəxsən neçə adam elə tanıyırıq biz. Hətta bizim vaxtımıza gəldən yuxarı postlara çıxanlar da var. Bütün bu şeyləri biləndə mənim gençlərə olan münasibətim tamam fərqlidir. Mən onlara azadlıq verməyə tərəfdarıyam. Ona görə sizin suala belə cavab verirəm ki, məktəbi qutaran uşaqlara azadlıq. Bilirsiniz, o məktəb direktoru əgər pul yığırsa öz üçün, özünə pudra kraska almaq üçün yığırsa, o yaxşı işdir. Amma məktəb direktoru pul yığırsa, belə bir tədbir keçirsin tələbələr üçün. Məsəl üçün, buraxılış günü kimi və yaxud bir bayram üçün. Buna niyə pis baxmaq lazım? Hansı valideyn imkanı var, kömək eləsin ki, uşaq orada oxuyur, günü orada xoş geçsin. Bu normal bir şey. Yəni buna rüşvət kimi baxmaq düzdür. Baxır, hansı məqsədlə o pul yığılır. Bunlar fərqləndirilməlidir. Yaxşı, qadın müəllimədir, 8 martdır. Uşaqlar da sevir o müəlliməni, gözəl müəllimədir. Neynəsinlər? Biri gül alır, gətirir. Biri deyək ki, tort alır, gətirir. Məsəl üçün, mən o bəxt dediyim müəlliməsinə bir şokolad verir, qayıdıb ki, bravo, mən rüşvət təklif verirsən, müəllimə rüşvəti polislər alır, müəllim rüşvət alır, bu şey, başa sözü nə demək istəyirəm. Yəni, şagird müəlliminə gül alırsa, bu rüşvətdir. Bu ona öz hörmətini, sevgisini, məhəbbətini bildirir. Burada nə pis bir şey var. Amma yox, deyək ki, məcburi olaraq hər şagird valideynlə sən dədərdənə bir-birə pul versin, gətirsən bunu. Yaxşı, bunu əgər bu xeyirxah işə yox, ayrı məqsədlə yığırsansa, o cəzalanmalıdır. Və bunun üçün də hər məktəbdə pedaqoji şur olur. Orada valideynlər də orada iştirak edir, müəllimlər də iştirak edir. Bu məsələlər orada həll olur. Misir müəllim də dediyində bir həqiqət var. Mən onu o vaxt hələ biraz ayrı cür verirdim. Onu da deyim ki, Misir müəllim təhsili bilən adamdır. Biz bir yerdə universitetdə işləmişik. Onu universitetə prorektor mən göndərmişəm. O vaxt mənim müavinim idi. Təhsil nazirliyində. Təhsil bilən adamdır. Özü işləyən adamdır. O mənada razılaşıram ki, hələ mən o vaxt deməli, qanuna saldıq ki, hər məktəbin özünün bank hesabı olmalıdır. Şagirdlərin sayına görə, məktəb vəziyyətinə görə dövlət o banka pulunu keçirdir hər ay. Bu müəllimlərə maaş verir. Bir də imkanı olan valideynlər öz xoşu ilə o banka milyonerdir. Bir 10.000 dollar keçirdir ki, məktəb inkişaf eləsin. Nə bilsin? Özünü idarə etmə. Bu mənada avtonomiya vermək lazım. Təhsil ocaqlarına, universitetlərə. Bir vaxt qanunda yazdırma icra eləmədilər. Bir də təkrar edirəm. Təhsil cəmiyyətin ən vacib sahəsidir ki, hamı oradan gəlib keçir. Hamı. Ona görə o mühitdən sağlam olmalıdır ki, o mühitdən keçənlər sağlam
yaşayabilsinler, işleyebilsinler. Bunu da düzeltmek çok çetindir. Çok asan yolları var. Sadece istemek lazım. Siyasi irade lazım.